Texnologiyanın sürətli inkişafı həyatımıza da müsbət təsir göstərir. Belə ki, bir yeniliklə efirimizi davam etdiririk. Bakı Dəmir Yolu Vağzalında üz tanıma ilə ödəniş sistemi həyata keçiriləcək və ətraflı məlumat almaq üçün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin şöbə müdürü Bəxtiyar Hacıyev telefon bağlantısındadır. Sabahınız xeyir olsun Bəxtiyar müəllim. Sabahınız xeyir. Sizi də, tamaşaçılarımızı, izləyicilərimizi də salamlayıram. Təşəkkür edirik. Bəxtiyar müəllim, ətraflı məlumat öyrənmək istəyərdik sizdən üz tanıma sistemi ilə bağlı. Bəli, Azərbaycan Dəmir Yolları Azim Telekom şirkəti ilə birgə artıq üz tanıma ilə, yəni SimaPay ödəniş sistemi ilə ictimai nəqliyyatda ilk dəfə belə bir sistemi tətbiq edir. Bu da dəmir yollarındadır. Məqsəd sərnişinlərimizin turniketlərdən rahat, sürətli keçidi, eyni zamanda yeni xidmətlərdən yararlanmasıdır. Bu sistem ilkin mərhələdə Bakı-Sumqayıt vağzalında Köroğlu dayanacağında tətbiq olunacaq. Növbəti mərhələdəki təbii ki, Abşeron dairəvi dəmir yolu marşrutu boyunca bütün stansiya və dayanacaqlarda həm də bütün ölkə boyu dəmir yol şəbəkəsində göstərilməsi planlaşdırılır bu xidmətin. Qeyd edim ki, bu xidmətə qoşulmaq əslində çox asandır. Bunun üçün ADEY mobil tətbiqini istifadə edən sərnişinlərimiz bilirlər. Kim də qeydiyyatdan keçmişsə bu tətbiqdən qeydiyyatdan keçməklə və həmin tətbiqdə üz tanıma ilə keçid bölməsinə daxil olmaqla bu xidmətdən rahat şəkildə yararlana bilərlər. Bu sərnişinlərimizə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan təmassız olaraq turniketdən sürətli və daha rahat keçmək imkanı verəcək. Bu ümumiyyətlə dünyada bilirsiniz geniş tətbiq olunan bir FacePay təcrübəsidir ki, Azərbaycanda da SimaPay rəqəmsal ekosistemi və ADEY Mobile'ın virtual kartının inteqrasiyası yolu ilə artıq dəmir yollarında da bu tətbiq olunur. Bir daha qeyd edim ki, bu Azərbaycan ictimai nəqliyyat sahəsində bir ilkdir. Təşəkkür edirik ətraflı məlumat üçün Bəxtiyar müəllim. Qeyd eləyək ki, bu eksklüziv məlumatı məhz Telesərin efirindən əldə etdiniz. Biz isə davam edirik.